Ev şəraitində istifadə etmək üçün hansı KNAP modelini seçmək daha məqsədə uyğundur? Bugün hər birimizin smartfonlar, kameralar və fotoaparatlar kimi çoxlu kontent yaradan cihazlarımız var. Zaman keçdikcə isə daha çox və daha dəyərli xatirələr toplanır və onların haradasa təhlükəsiz şəkildə saxlanması vacib olur. Flash kartlar və hard disklər isə bu işlər üçün ən rahat və təhlükəsiz variant deyil. Onlar itə və ya sıradan çıxa bilər, bununla da bütün xatirələrinizi itirə bilərsiniz. Bu problemi həll etmək üçün giriş səviyyəli KNAP cihazları nəzərdə tutulub. KNAP cihazları vasitəsilə siz bütün foto, video və digər fayllarınızı bir yerdə və qorunan şəkildə saxlaya, onlara evinizdəki istənilən cihazdan asanlıqla daxil ola bilərsiniz. Bundan əlavə KNAP cihazlarını bir neçə variantda istifadə etmək mümkündür. Məsələn, yükləmə serveri kimi. O zaman torrent fayllarını KNAP cihazlarınıza yükləyə bilərsiniz. Media yayım serveri kimi. Fayllarınızı televizor, planşet və mobil telefon kimi cihazlarda yayımlamaq üçün. Video müşahidə sistemi kimi kameralarınızı KNAP-a qoşub süni zəka dəstəyi ilə video yazmaq və analiz etmək mümkündür. Ev kompüterlərinizin arasında məlumat sinxronizasiya serveri kimi və s. Ev istifadəsi üçün ideal giriş səviyyəli model KNAP TS216G-dir. Bu cihaz 2 ədəd hard disk və SSD dəstəkləyir. Toplam yaddaş həcmi isə 48 TB-a qədərdir. Oxuma yazma sürəti müvafiq olaraq 291 MB/saniyə və 288 MB/saniyə təşkil edir. Belə. Bəs siz bu haqda nə fikirləşirsiniz?